Salam, əziz insanlar, söyüş söyənlər, söyməyənlər, yaxşı insanlar, pis insanlar, heyvanlar aləminin, heyvanlar aləmindən gələnlər və s. və s. Hamını salamlayıram, sonuncu dəfə salamlayıram. Pis şərhlər yazanları, yaxşı şərhlər yazanları, məni dəstəkləyənləri, məni qınayanları, öz dindarlıqlarını mənə sığışdırmağa çalışanları da salamlayıram. Belə bir şey deyim, bu həqiqəti dərk etmə haqqında sonuncu videodur. Və sonuncu videoda mən sizə ən belə də heç bir videoda demədiklərimi açıqlamağa çalışacağım. Yəni ən böyük həqiqətləri. Ən böyük həqiqətlər ən sadə və sizin görə bilmədiyiniz həqiqətlərdir. Mən dəfələrlə demişəm ki, siz bədən deyilsiniz, siz ruh değilsiniz, siz anlayış değilsiniz, siz şuur değilsiniz, siz ağıl değilsiniz. Siz zaman mekanda yerleşmirsiniz. Siz zaman mekanın görebildiklərinizin, qavrayabildiklərinizin, anlayabildiklərinizin fövqündəsiniz. Və sizi axtarıb tapmayana qədər, yəni özünüzü axtarış istəyi sizdə yaranmayana qədər daima elə bil özünüzü yox, özünüz olmayan, sizə aid olmayan şeyləri qavramaqla məşğul olacaqsınız. Yəni ruhdur, şuurdur, psixoanalizdir, məsələn dindarlıqdır, ruhaniyyatdır, mistikadır. Bunlar hamısı öz yerindədir, var, amma bunların heç birisi siz deyilsiniz. Siz bunlarla fəlsəfədir və s. şeylərdir. Bunlarla maraqlanana qədər siz özünüzü dərk etmiş olmursunuz. Siz olmayan, yəni dedim axı, siz zaman məkanın fövqündəsiniz. Zaman məkanın içində nə varsa hər şey illüziyadır, nə qədər real görünsə də yenə də illüziyadır və bunların heç birisi siz deyilsiniz. Yəni dindarlıqla, ruhaniyyatla, ezoterikayla, mistikayla, fəlsəfə maraqlananda, araşdıranda, qavrayanda, anlayanda siz illüziyaların içində batırsınız və kim olduğunuzu da bilmirsiniz. O bir həqiqət nə idi? Sizin ağlınızda daima bir şey istəyən, daima sizdən bir şey tələb eləyən, daima narazıçılığını bildirən, daima narazı olan, qüssələnən, kədərlənən, acıqlanan, nifrət gətirən və yaxud da ki, xoşbəxtlik istəyən, sevinc istəyən, sizi nəysə vadar edən, sizi daima obrazların içinə salan, sizi daima illüziyaların içinə salan və illüziyaların içindən qurtulmağa sizə imkan verməyən iblisdir. Ağıl sizin, yəni ağlınızdakı düşüncələr, fikirlər heç birisi sizə aid deyil. Onlar sizin şəxsiyyətinizdən əmələ gəlir və ətraf aləmdən əmələ gəlir. Hətta sizdə olan istəklərdir, arzulardır, məqsədlərə çatmaqdır. Bunların heç birisi belə sizə aid deyil. Ağıl bərabərdir iblis. İblis düşmüş bir varlıqdır və metafor olaraq. Və o sizlərə özünüzü dərk etməyə kömək etməyəcək. İblis sizə fəlsəfəni, mistikanı, Allahı, dindarlığı, ruhaniyyatı, nə bilim, o biri aləmləri, o biri dünyaları, mifologiyanı və s. şeyləri dərk eləməyə kömək eləyəcək də. Sizə ruhani təcrübələr də yaşatdıra bilər. Amma iblis heç vaxt, yəni ağıl, şərhlər, kommentariyalar, iblis nədir? Ağlınızdakı şərhlər və kommentariyalar sizə özünüzü dərk eləməyə kömək eləməyəcək. Hər zaman demişəm ki,
Mənim nə dediyimi yaxşı anlamaq üçün siz Revolver 2005-ci ildə çıxmış Revolver filminə baxa bilərsiniz. Ən əsası da bu filmə baxıb səmimi şəkildə həqiqəti bilmək istəsəz, siz onu biləcəksiniz. Əgər özünüzlə səmimisinizsə, içinizə baxıb həqiqətən də hara baxmalı olduğunuzu bilirsinizsə, həqiqətən içinizdə özünüzü bilmək istəyi varsa, mənim dediklərim sizə çatacaq. Yoxdursa, siz yenə də bu illüziyalar içində oynamağa davam eləyəcəksiniz. Yenə təkrarlayıram, hər şey illüziyadır. Həqiqəti bilmək istəyən nədir? Mən deyirəm, məsələn, həqiqəti bilin, həqiqət sizi azad edəcək. Bunu bilmək istəyən nədir? Sizin içinizdəki ağıldır, sizin içinizdəki iblisdir. Çünki bu iblis sizin içinizdə olan sizi, əsl sizi, yəni ki, Tanrının oxşarını, elə içinizdəki Tanrını tapmağa çalışır. Anlayırsınızmı? Və burada axtarışdadır. İblis burada axtarışdadır. Kitablar oxuyur, fəlsəfi söhbətlərə qulaq asır, namaz qılır, meditasiyalar eləyir, praktikalar eləyir. O düşünür ki, sizin içinizin içindən. O düşünür ki, mən Allahı tapsam, həyatı idarə eləyəcəm, gücə sahib olacam, özümü dərk eləsəm, mən deyirəm, özünüzü dərk eləyin, mən müəyyən bir şeyə sahib olacam, nələrisə idarə eləyəcəm, ağaya çevriləcəm, həyatın böyük ağasına çevriləcəm, gücə sahib olacam, enerjilərim qalxacaq, insanları idarə eləyəcəm, həyatımı idarə eləyəcəm, pulum çox olacaq, məni sevəcəklər, hörmət eləyəcəklər, yaxud da ki, ruhani müəllim olacam, kitablar yazacam, mənim haqqımda bir şeylər biləcəklər, mən tarixdə qalacam, yaddaşda qalacam, mən böyük bir şey olacam, mənim qədrimi biləcəklər. İblis sizin içinizdən öz işini görərək bu cür düşüncələrlə sizi vadar eləyir ki, siz burada nəyisə axtarasınız. Və siz burada nəyisə tapa bilməyəndə onsuz da tapa bilməyəcəksiniz və buradan qazandığınız dünya illüziyadır deyə siz buradan qazandığınız heç bir şeylə onu tapa bilməyəcəksiniz. Allahı dərk eləmək, Allahı tapmaq, özünü tapmaq deməkdir. Çünki onunla sizin aranızda bir qram belə bir fərq yoxdur. O sizsiz. Siz Tanrısız. Amma bədən, ağıl, şuur, ruh olaraq yox. Bunların xaricində olan bir şey kimi. Başa düşürsünüz? Baxın, siz təsəvvür edin ki, bütün dünya, bütün kainat, içində ruh var, şuur var, psixologiya, planetlər, galaktikalar, qara deliklər, bütün kainat sizin əlinizdədir. Siz onu belə şar kimi tutmusunuz. Amma siz onun içinə baxırsınız, belə baxa bilərsiniz. İstədiyiniz şeylərə fikir verə bilərsiniz. Fraktalın içində fraktal, fraktalın içində fraktaldır burada. Məsələn, fəlsəfi kitablar fraktaldır. Açırsan, bir anlayışın içindən o biri anlayış çıxır. Bir anlayışın içindən o biri anlayış çıxır. Sözün içindən söz, hərfin içindən hərf, səsin içindən səs, vibrasiyanın içindən vibrasiya. Eləcə də məsələn, gülün içinə baxırsan, atomun içinə baxırsan, kvarkın içinə baxırsan, hamısı fraktaldır. Və siz bu kainatı belə seyr eləyən, müşahidə eləyən, onun fərqində olan Tanrısız. Siz Tanrı olaraq bu personajın içində yatmısınız. Siz gözlərinizi bağlayanda düşünürsünüz ki, baxırsınız yaxud da ki güzgüdə, bu bədən mənəm, mən şəxsiyyətəm, qeyri-kamil olduğunuza inanırsınız. Çünki uşaqlıqda sizə nə deyiblər? Siz qeyri-kamilsiz. Yəni sən özün ola heç kəs sevməyəcək. Sən gərək mütləq bir şeylər eləyəsən, qazanasan, ən o tərəfdə gərək Allahı dərk eləyəsən ki, ən azından ona görə sənə hörmət eləsinlər. Yəni digərlərinin sevgisini, hətta Allahın sevgisini, hörmətini qazanmalısan belə. Siz içinizə gedəndə görəcəksiniz ki, Allah sizi heç nəsiz sevir. O sizdən bir şey tələb eləmir. Çünki o sizsiz. Siz özünüzü sevirsiniz.
Sizinle Tanrı arasında bir mesafe yoktur. O sizsiz. Bu olarak siz değilsiniz. Ha. Bu sadece yani üstün mənliyin seyr elədiyi kainatlardan biridir. Təsəvvür eləyin, siz kainatı seyr edirsiniz və bunun içində bir personaj var. Bu personajın içindən başlayırsınız həyata baxmağa. 70 il ərzində bu insanın içindən həyata baxırsınız, sonra bu insanı öldürürsünüz, tulluyursunuz bir qırağa və başqa bir həyat əbədiyyən davam eləsin deyə, yaşamaq nə deməkdir sualına Tanrı cavab tapa bilsin deyə siz daima bu personajı öldürürsünüz və yeni personajlarla, yeni varlıqlarla özünüzü dərk eləməyə, təcrübələr yaşamağa davam edirsiniz. Amma bu hərəkət, reinkarnasiya və s. şeylərin heç birisi sizə, əsl sizə, üstün mənliyinizə aid deyil. Siz təsəvvür eləyin, bu kainatın içində siz daima reinkarnasiya olursunuz, dərk eləyirsiniz, qalxırsınız, düşürsünüz, şuurunuz artır əbədi sonsuzluqda, yaxud da ki, şuurunuz daha da aşağı düşür əbədi sonsuzluqda. İblisə çevrilirsiniz, mələyə çevrilirsiniz, şahənşah olursunuz, müqəddəs olursunuz, günahkar olursunuz. Amma bunların heç birisi siz deyilsiniz. Siz bu kainatdan kənarsınız. Bu həyatda gördüyünüz kimlər var? Siyasetçiler, filosoflar, ruhani adamlar, aydınlar, həqiqəti dərk etmişlər, peyğəmbərlər və s. hamısı illüziyadır, hamısı yuxunun bir parçasıdır. Hər kəs burada yatır. Hətta mən burada həqiqətdən danışanda belə mən yatıram. Mən yuxunun içindəyim. Sadəcə sizlərdən fərqli olaraq mən başa düşürəm, bunun fərqindəyəm ki, bu bədən, bu ağıl, bu ruh, bu psixologiya, personaj mən deyiləm. Mən sadəcə kinoteatrda oturmuş, analogiya deyirəm. Kinoteatrda oturmuş Tanrı kimi bu personajın içindən onu sevirəm deyə, onun qayğısına qalıram deyə, onun gözlərindən bu reallığı, illüziyanı seyr eləyirəm və təcrübədə yaşayıram. Vaxt gələcək, bunu da tullayacağım bir qırağı, başqa bir personaja keçəcəm. Yaxud da ki, özümə qapanacağım. Əslində, reallıqda siz əsilsiz, heç bir yerə hərəkət eləmirsiniz, formalaşmırsınız, doğulmursunuz. Siz mövcud deyilsiniz belə. Başa düşürsünüz? Ən böyük həqiqət odur ki, heç vaxt heç nə olmayıb, bu bir. Heç vaxt heç nə olmayıb. Yəni, bunlar hamısı illüziyadır. Təkamül prosesi, böyük partlayış və s. hamısı illüziyadır. İkinci ən böyük həqiqət ondadır ki, birincisi heç vaxt heç nə olmayıb, ikincisi də odur ki, siz mövcud deyilsiniz. Siz deyə bir şey yoxdur. O var, o var. Amma siz yoxsuz. Bədən olaraq, ağıl olaraq, şəxsiyyət olaraq, personaj olaraq, illüziya olaraq siz mövcud deyilsiniz. İllüziya heç vaxt mövcud ola bilməz. Anlayırsınızmı bunu? Sizin içinizdə həqiqəti bilmək istəyən, bu dünya ilə kifayətlənib, öz içində həqiqəti bilmək istəyən də iblisdir. Yenə deyirəm, siz həqiqəti nə vaxt tapa biləcəksiniz? Axtarışları, bu sonuncu videodur deyə burada bu həqiqəti açıqlayıram. Axtarışları dayandıranda. İblis isə heç vaxt sizə axtarışları dayandırmağa imkan verməyəcək. Çünki siz daima nəyisə axtaranda, Allahı axtaranda, sevgini axtaranda, partnyoru axtaranda, sakitçiliyi axtaranda, azadlığı axtaranda, çıxış yolunu axtaranda belə siz daima iblisi qidalandırırsınız. Onsuz da iblis sizin şərhlərinizdir, fikirlərinizdir, duyğularınızdır. Siz isə bunların heç birisi deyilsiniz. Siz bunların heç birisi deyilsiniz. O daima axtarışdadır. Sizi axtarışa sövq edir. Siz axtarışları dayandıranda, yaxud da ki, özünüzü dərk eləməyə çalışanda və anlayanda ki, mən daima nəyisə axtaranda, daima özümdən uzaqlaşıram, özümü aldadıram, yeni bir illüziya axtarıram, yeni bir obrazın içində, yeni bir düşüncənin içində yatmağa çalışıram. Yəni, məsələn, aydınlanmış mən, bu fikrin içində, bu illüziyanın içində yatmağa çalışıram deyə, rahatçılıq axtarıram deyə, sükut və
problemsizlik axtarıram deyə bu illüzor dünyada, öz içimdə də axtarıram deyə mən axtarışların içindəyim deyə sakitçilik tapa bilmirəm. Siz inanırsınız ki, obyektiv reallıq var, bir də burada nəsə var sizin içinizdə. Bu da, o da eyni şeydir. Sizin subyektivliyinizdir. Obyektiv, reallıq deyilən bir şey yoxdur. Siz dəfələrlə demişəm, bədənin içində deyilsiniz. Sadəcə yatırsınız və düşünürsünüz ki, mən bədənin beyindəyəm, müəyyən orqandayam və s. Araşdırmırsınız, sorğulamırsınız, analiz eləmirsiniz. Həqiqəti dərk eləmək, müəyyən praktikaları, meditasiyaları eləməklə deyil. Təbii bunları eləmək lazımdır ki, siz bir növ nəysə biləsiniz ki, düz yöndə getmirsiniz. Yenə deyirəm, heç bir meditasiya, heç bir praktika sizi özünüzə gətirib çıxarmayacaq. Niyə görə? Çünki siz hər dəfə meditasiya eləyəndə, praktika eləyəndə, axtaranda, hər dəfəsində özünüzdən uzaqlaşırsınız. Siz artıq həqiqəti bilirsiniz. Siz artıq nəsinizsə osuz və siz artıq özünüzün ən mükəmməl variantısınız. Sadəcə uşaqlıqdan sizə yeridilən qeyri-kamil mənlik ideyasına, o barədə burada video var bu kanalda. Qeyri-kamil mənlik ideyasına inanmısınız deyə daima istəyirsiniz ki, ya kimsə sizi sevsin, nə bilim, sizə desinlər ki, sən artıq sənsən də. Məsələn, qeyri-kamil olduğuna inanan insan artıq yaxşı bir ideya yaradır öz haqqında və yaxşı birisi olmağa çalışır. Yəni, bu ideyaya uyğun birisi olmağa çalışır. Bu barədə bu kanalda qeyri-kamil mənlik adında bir video var. Ona baxa bilərsiniz. Baxmağınız da mütləqdir. İkinci demək istədiyim bir şey odur ki, siz doğulmamısınız. Hardaydınızsa sonsuzluğun içində, əbədiyyətin içində, elə oradasınız. Belə bir şey yoxdur. Mən dünyaya gəldim, yaşadım, sonra gedib öləcəyəm, məzara keçəcəm. Bu illüziya ilə baş verir. Bax, bu bədənlə. Bunu siz eləmirsiniz. Üstün mənlik sizin artıq bütün həyatınızın necə keçəcəyini, sizin hansı qərarlar verəcəyinizi bilir. O seçim haqqını, azad iradə deyə bir illüziyanı yaradıb. Seçim haqqı var, amma illüziyadır. Azad iradə var, amma illüziyadır. Siz seçim haqqı illüziyasını yaşayırsınız, dərk eləyin. Siz seçim haqqı, azad iradə adında illüziyasını yaşayırsınız. Əgər dərindən araşdırsanız, görəcəksiniz ki, bu belədir. İllüziyalar var, seçim haqqı illüziyası. Siz azad olmaq istəyirsiniz. Düşünürsünüz ki, bu dünyada azad olmaq olar, bu dünyada problemlərsiz yaşamaq olar. Həmin o cənnət, cəhənnəm istəyi bu dünyadan əmələ gəlir. O sizə aid deyil. Nirvana istəyi, azadlıq istəyi, bu istəklərin heç birisi həqiqətə aid deyil. Çünki həqiqət praktika, meditasiya deyil. Həqiqət öz içinə baxıb, anındaca bunların heç birisinin sənə aid olmadığını anlamaqdır. Amma bunun üçün sizin illəriniz gedəcək və bu illər də getməlidir. Siz müəyyən kitablar oxumalısınız, ruhaniyyata getməlisiniz, bir şeyləri dərk eləməlisiniz. Fəlsəfə ilə, mistika ilə, dindarlıqla məşğul olmalısınız. Əgər səmimi olsaz, bunlar vaxtı gələndə bunların hamısını bir qırağa atacaqsınız. Başa düşəcəksiniz ki, mənim axtardıqlarım mənə bir şey vermədi. Heç bir Allah yoxdur mənim özümdən başqa. Heç bir varlıq yoxdur mənim özümdən başqa. Hər şey illüziyadır, yuxudur və mən ancaq öz içimə gedərək özümü dərk eləyə bilərəm. Dərk eləyə də bilməyəcəksiniz. Çünki dərk eləmək özü, bilirsiniz necədir? Bax, mən buradayım, mən elə bil buradan çıxıram, bunu dərk eləyirəm. Belə bir şey olmur. Siz başa düşəcəksiniz ki, ay Allah, mən elə özüm idim. Mən ta əvvəldən elə özümü axtarmışam. Bu mənəm elə. Всё, qutardı, getdi. Həqiqət başqa budur da, həqiqət başqa bir şey yox. Bu dünyada xoşbəxtlik filan, onlar boş şeylərdir.
Yəni mən açıqladım sizə həqiqəti. Siz axtarışlarda olduqca ağlınızın sizi hara apardığının fərqində olmadıqca kimi nəyi necə dərk etməli lazım olduğunu bilməyincə siz daima yalanlar içindəsiniz. Ona görə də bu kanalda həqiqəti dərk et, qızıl brilyant meditativ praktika, mən hardayam, mən kiməm meditativ praktikalar, sorğulama praktikası var. Bunları vicdanım rahat olsun deyə bu kanalda qoydum və saxlayıram da. Bütün videolar qalacaq. Siz bu videolara baxmaqla, mütəmadi olaraq səbirlə, nizam, intizamla, ağlınıza qulaq asmadan, iblisə qulaq asmadan həmin praktikaları eləməklə və mənim sizə açıqladığım həqiqətlərə aid açarlardan istifadə eləməklə həqiqəti dərk eləyəcəksiniz. Səbirlə, mütəmadi olaraq, nizam, intizamla praktikaları ediləməklə, daima bir həqiqətləri müşahidə eləməklə, daima ağlınızın şərhlərini tutmaqla, bu fikirlər kimə aiddir, nəyə aiddir, fikirləri mən yaradırammı, istəkləri mən yaradırammı, mən kiməm sualını verməklə siz bu kanalda olan meditativ praktikalardan istifadə eləməklə mən kiməm, fikirləri kim yaradır, fikirlər hardan yaranır və s. Hamısını başa salmışam. Hər şeyi başa salmışam burada. Siz həqiqəti dərk eləyəcəksiniz. Vicdanım rahatdır. Mən sizləri həqiqəti dərk eləməyə çağırdım. Baxanlara da, baxmayanlara da təşəkkür eləyirəm. Bundan sonra nə ilə məşğul olacağım? Heç nə ilə. Və burada bu kanalda daha videolar çıxmayacaq. Ümid edirəm ki, mənim qoyduğum videolar, bura yüklədiyim videolar sizlərə kömək elədi. Kimlərəsə kömək eləyir. Vaxt gələcək səmimi şəkildə həqiqəti bilmək istəyən insanlara da gic-gic o fantastik filosoflara, ruhanilik, gic-gic danışan insanlara yox, sizdən pul qoparan insanlara yox, sizə səmimi şəkildə həqiqəti çatdıran insanı dinləyib, meditativ praktikalar eləyib, ümid edirəm ki, hansısa insanlar gələcək, bu praktikaları eləyəcək və bir şeyləri dərk eləyəcək. Mən inanmıram ki, Azərbaycan YouTube'unda həqiqəti mənim kimi səmimi şəkildə sizə çatdıran insan olacaq, sizdən pul almayan birisi olacaq. Buna inanmıram. Çünki elə şeylər var ki, özümün orada yedinka, yəni bir nömrə olduğumu hiss edirəm. Məsələn, səmimilikdə, həqiqəti çatdırmaqda, can yandırmaqda, insanların həqiqətən də həqiqəti bilmək istəməklərini istəyəndə, insanların ruhən azad olmaqlarını istəyəndə, buna görə mən can yandırırdım. İndi mənim işim sadəcə ölməkdir və bundan sonra bu kanalda yenə deyirəm, video olmayacaq, mən ölümə doğru gedirəm. Bu kanal ümid edirəm ki, çiçəklənəcək, kimlərsə baxacaq. Amma mən burada artıq olmayacağım, mən illüziyayam. Hər şey illüziyadır. Mən başdan ayağa deyirdim ki, hər şey illüziyadır, yuxudur. Mən də illüziyayam, mən də yuxuyam, mən də ölürəm və gedirəm. Mən də sonlanıram və yox oluram. Onsuz da mən elə əvvəlcədən yox idim. Sadəcə Ömər Xəyyam demişkən, gəldim, buradan keçdim, getdim. Müdriklər gəldilər, oyandılar, bizə nağıllar danışdılar. Sonra başlarını qoyub, yatıb getdilər. Çox sağ olun ki, videolara baxdınız. Gələcəkdə kimlərsə həqiqəti bilmək istəsə, yaxınlarınızdan, tanıdıqlarınızdan kimlərsə bilmək istəsə, onlara bu videoları göndərin, qoy meditativ praktikalardan istifadə eləsinlər. Mən gələcək haqqında bir planım yoxdur. Yəni həqiqəti belə çatdıracağım, belə bir şey eləyəcəm, belə yox. O uşaq şeylərdə məşğul olsunlar. Mənim kimi insanlar ölümlə məşğuldur və ölümə yaxın gedir. Bizim dostumuz ölümdür. Bizim can yoldaşımız, sirdaşımız ölümdür. Mən gələcək həyat, nə bilim, planlar filan zat qurmuram. Mən ancaq ölümə gedirəm.
Mənim düşüncəm, fikrim oradadır və illüziya bədən kimi yox olacağam və öləcəm. Eyni şey də sizinlə baş verəcək. Ona görə gecə olmamış özünüzü dərk eləyin. Əgər bu videoya gələcəkdə, məsələn, illər sonra kimsə baxırsa, bil ki, mən səni həqiqəti bilməyə çağırırdım. Əvvəl də insanları çağırırdım, insan eşitmədi. Onlar ölüb getdilər. İndi isə sənin vaxtın çatıb, sən həqiqəti bilməlisən və özünü dərk eləməlisən. Sağ olun. Görüşənə qədər demirəm, çünki bu sondur. Mən yoxa çıxıram. Əbədiyyətdə hamımızın bir yerdə olan Tanrı olduğu bir halda, sonsuzluqda, əbədi qaranlıqda, əbədi tənhalıqda, əbədi kədərin içində sizinlə bir yerdə görüşənə qədər. Sağ olun, var olun. Yaxşı ki var idiniz. Minnətdaram, təşəkkür edirəm.